Deyir ki, vəziyyətə baxıram. Deyirəm, nəyin vəziyyətinə? Falan ərazi var, oranın vəziyyətinə baxmışam, getmişəm. Deyirəm, belə mamanın vəziyyətindən xəbərim var, ananın vəziyyətindən. Daxili orqanlarında nə baş verir? Yəni, ana neçə il türmə qapılarına sumka daşıyıb, yəni valideyn neçə illəri əziyyət çəkib. Gecə-gündüz oturub oğlum gözləyib ki, uşağım hara getdi? Gecə saat 3-dür, mənim oğlum hardadır? Öldü, qaldı, peridoz getdi, tutdular. İndi bu illərlə bunu yaşayıbsa, bunun daxili orqanlarında problem başlayıb. Ən azı davleniyası qalxıb, illərlə gərginlik, şəkər xəstəliyi tapıb bu dəqiqə, yəni daxilində gizli nələrsə gedir. Sənin bir anadan xəbərin var, sən ananın bir vəziyyətinə baxmısan, aparmısan, bir onu bir həkimə bir check-up müayinə elətdirmirsən ki, ay ana, məni neçə il boyda eləmirsən, zülüm çəkmirsən, qarnında 9 ay yaşatmısan məni, dünyaya gətirmirsən. Bir sən aparın bir ananın vəziyyətindən sənin bir xəbərin var. Mənəm filan ərazinin vəziyyətinə baxıram, filan yerdə vəziyyətə baxıram. Yəni bu şamil olunur ataya da, bacıya da, qardaşa da. Yəni biz kişiyik də, hoş gəlmişiksə, ayaq üstə dururuqsa, bizim ətrafımızda olan, bizi sevən insanların dayaq olmalıdır. Da onlara problem yaratmamalıyıq da. Yəni bunları fikirləşmək lazımdır. Qaqa, həyata getdiyi belə baxmaq lazımdır. Həyata biraz geniş baxmaq lazımdır. Oldu Məhəmməd?